Bugün təəssüflər olsun ki, doktor, cəmiyyətdə siz özünüz yaxşı bilirsiniz ki, inyeksiyalara qarşı münasibət birmənalı deyil. Yəni bir vətəndaş olaraq mən müraciət etsəm, məsələn, doktora icazə verməzdim mənə inyeksiya eləsin. Təbii ki, o şəxsi fikrinizdir, amma bunun bir tibbi yanaşması var da. Əgər tibbiyə düzgün yanaşılarsa, belə deyək, xəstəyə düzgün izah olunarsa və xəstə də əgər bunu düzgün anlama kapasitesində olan bir insandırsa, düzgün axırda yekunda anlayarsa və xəstə ilkin olaraq o fikirdən gələ bilər. Amma həkim ona hər tərəfli fikrini izah dəyişdirə bilər. Bəli, fikrini dəyişə bilər o xəstə. Doktor, əslində niyə mən sırf bu inyeksiyaların üzərində dayanıram? Çünki ətrafımda yetəri qədər buna şahid olmuşam. Məsələn, yaşlı bir xanım vardı, 65-70'li yaşlarda bir qadın. Dizinə məsələn iynə vurulandan sonra hərəkət ümumiyyətlə məhdudlaşdı. Yəni əvvəl olan hərəkəti yenə onu idarə edirdi. İndi ümumiyyətlə dizini açıb bağlaya bilmir. Tam kilid olub. Ya bu niyə belə olur? Bir xəstənin dizinə vurulan hər hansı bir prosedur, əgər prosedur olan vaxtsa bir infeksiya düşmərsə, diz infeksiyalaşmarsa, ola bilər ki, adi bir əzələ iynəsi belə vurarsan, orada bir abses irinləyə bilər. Bəli. Onu istisna edirəm. Çox nadir hallar oradalar. 1000 xəstənin birində olar olmaz. Əgər dizi olunan prosedurdan sonra irinləmə yoxdursa, o dediyiniz bir şey ola bilməz. Çünki dizə vurulan olunan prosedurların ən pis halda xəstə əvvəlki vəziyyətində qalır. Xeyir verməsə də ziyan da vermir. Amma əgər bir xəstə iynədən sonra mən daha da pis oldum sözlərini deyirsə, orada nə var deməli? Deməli, bəzi xəstələr var ki, həqiqətən vəziyyəti çox ağırdır və bu xəstəni düşünürsən ki, onsuz da 3 aydan sonra daha da pis vəziyyətə qalacaq. Zaten onsuz da pis vəziyyətə qalacaq bu xəstə. Həmin xəstəyə götürüb inyeksiya vuranda və inyeksiyanın qəti şəkildə heç aidiyyəti yoxdur. Xəstə onsuz da zaten 3 ay sonra pis vəziyyətə qalacaqdı. 3 ay sonra pis vəziyyətə qalır. Deyir ki, mən elə iynə vuruldu, mən ondan sonra 3 aydan sonra heç ümumiyyətlə yeriyəm. Sadəcə vəziyyəti ilə üst-üstə düşür. Üst-üstə düşdüyünə görə yolda birini maşın vurur, amma infarktdan ölür. Amma hamı deyir ki, maşın vurdu, öldü. Heç infarktdan ölməyib. Halbuki infarktdan ölüb adam. Heç maşın vurma. Eyni şeydir, yəni üst-üstə düşən hadisə ilə səbəb eyni olmaya bilər. Orada bəzən üst-üstə düşür, amma vurulan istənilən gel olsun, PRP olsun, kök hüceyrəsi olsun, steroid inyeksiyası olsun, bunların xəstəyə xeyri olmadısa ziyanı da ola bilməz yəni. Olmur bunların ziyanı. Deməli onlar yan təsiri olmayan müdaxilələrdir. Dediyim kimi, əgər infeksiyalaşma olmazsa, bəzən dedim, iynədir, inyeksiyadır eləyirsən, infeksiyalaşarsa təbii ki, biz bir problemlə qarşılaşa bilərik oynaq infeksiyasında.